Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə imamən mürsəlin və alə alihi və ashabihi əcməin. Əmmə bə'du, esselamu aleykum və rəhmətullahi və bərəkət. Gözəl kəlmə və salih əməl adlı kitabını İbn Qeyyim rahimehullahın mübarək kitabını qiraətinə davam edirik. Və hədisdən gəldik. Hələ də o 5 mühüm işin əmr olunduğu hədisin şərhinə davam edirik. Və bu hədisdən gəldik 4-cü əmr olunan mühüm işə gəldik, çatdıq. Birinci nə idi? Təvhid idi. İkinci namaz idi. Üçüncü oruc idi. Dördüncü də nədir? Sədəqə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Yahya aleyhissalam Bəni İsrailə belə buyurdu. Dedi ki, Allah sizə sədəqə verməyi əmr etdi. Sədəqə verən insanın misalı isə düşməni tərəfindən əsir alınmış bir adama bənzəyir. Düşməni onun əllərini boynuna bağlayıb, boynunu vurmaq üçün sürüyə-sürüyə gətirib elə boynunu vuracaq idi ki, o adam aman diləyərək deyir ki, mən özümü sizdən az-çox fidyə verərək qurtarmağa hazıram. Beləliklə də əlində, qolunda olan malını, mülkünü fidyə olaraq verir və özünü onlardan qurtarır. Burada da olduğu kimi Peyğəmbər sallallahu aleyhi ve sellem hədisin bundan qabaqki hissələrində də Rasulullah sallallahu aleyhi ve sellem bir bənzətməyə yol verir. İbn Qeyyim rahimehullah hədisin şərhinə keçməmişdən qabaq, İbn Qeyyim kitabını oxumağa başlamamışdan qabaq buradakı bənzətmənin üzərində bir az düşünməyimiz gərəkir. Fikir verin hədisə. Hədisdə keçir ki, sədəqə verən insanın misalı. Sədəqə verən insanı biz bilirik. Sədəqə verən insanı. Bunun heyətini, formasını, bunu anladıq. Tamam. Sədəqə verən insanı Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisdə başqa bir kişiyə bənzədir. Başqa bir insana bənzədir. Bildirir ki, sədəqə verən insanın, yəni malından, mülkündən Allah yolunda fəqirə verən insanın məsəli, misli, oxşarı bu insanadır. Bu insana oxşayır. Hansı insan? Düşməni onun əllərini, qollarına, boynuna bağlayır, sürükləyərək gətirir ki, elə boynunu vurmaq istəyirdi ki, düşməndən aman diləyir, deyir məni öldürmə, əlimdə, qolumda nə malım, nə mülküm varsa, fidyə olaraq verirəm sənə, məni burax, öldürmə. Belə də olur, malını, mülkünü verir və onu azad edirlər, beləliklə fidyə verməklə canını qurtarır. Yəni, bu insanla sədəqə verən insanın arasındakı ortaq oxşarlıq nədir ki? Nə əlaqəsi var? Nə bağlantısı var onların arasında? Yəni, bunun sirri nədir? Bu oxşarlığa Peyğəmbər sallallahu aleyhi ve sellem niyə yol verir? Və bununla Rasulullah sallallahu aleyhi ve sellem bizə nəyi çatdırmaq istəyir? Bunların hamısını İbn Qeyyim rahimehullah teala çox gözəl şəkildə bizə izah edəcək. İbn Qeyyim deyir ki, burada Peyğəmbər sallallahu aleyhi ve sellem bizə sədəqənin qəribə təsirindən danışır, əcaib təsirindən danışır. Belə ki, verilən sədəqənin təsiri özünü açıq-aşkar şəkildə insanın həyatında, vaqiədə özünü göstərir. İnsan həyatında təsirini göstərir. Yəni, bilmək lazımdır ki, İbn Qeyyim burada nə demək istəyir? Elə salih insanlar var, elə salih əməllər var ki, sən onu edib təkcə əcr qazanmırsan. O salih əməlin sənin həyatına yaxşı təsiri də var. Məsəl üçün, bir hədisdə varid olub ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, valideynlərə qarşı qayğıkeş davranmaq və qohumluq əlaqəni saxlamaq nə edir? İnsanın ömrünü uzadar və malını isə bərəkətli eləyər. Fikir ver, valideynlərə yaxşılıq etməklə və salih və qohum əlaqəni saxlamaqla əcr qazanmırsan, təbii ki, Allah üçün ediləndə qazanırsan. Bununla yanaşı bu salih işin sənin vaqiədə həyatına da təsiri var. Malının, mülkünün, bərəkətinin çoxalması, ömrünün bərəkətinin çoxalması, ömrünün artması. Bu cür salih əməllər çoxdur və sədəqə də onlardan biridir. Ona görə də İbn Qeyyim rahimehullah buyurur ki, bu hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem bizə sədəqənin qəribə, əcaib təsirindən danışır.
Belə ki, verilən sədəqənin təsiri özünü açıq-aşkar şəkildə vaqiədə göstərir. Yəni insanın həyatına yaxşı təsir etməsini göstərir. Həqiqətən də verilən sədəqə uca Allahın izni ilə insandan bir çox bəlaları aradan qaldırır, sovuşdurur, onun qarşısını alır Allahın izni ilə. Bu təkcə salih insana aid deyil. Yəni sədəqənin bu gözəl təsiri salih insana aid deyil. Yəni şərt deyil ki, onu verən illah ki, salih olmalıdır ki, sədəqənin verdiyi o gözəl təsiri hasil eləsin, əldə eləsin. Xeyr. İbn Qeym deyir ki, sədəqəni fasiq, zalım və hətta kafir belə versə, onun faydasını görəcək. O faydasını görəcək sədəqənin. Uca Allah sədəqə səbəbi ilə ondan bir çox bəlaları sovuşduracaq. Bu demək olar ki, bütün insanların bildiyi bir şeydir. Yer əhlinin hamısı bunu bilir, çünki onlar bunu təcrübədən keçirmişlər. İbn Qeym rahimehullah sonra İmam Tirmizinin öz Cəmi əsərində Ənəs bin Məlik radiyallahu anhudan rivayət etdiyi çox əzəmətli bir hədisi qeyd edir. Hədis olduqca əzəmətli bir hədisdir. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, İnnə sadaqətə tudfi'u qadəbər Rabbi və tədfə'u meytətəs-su'i. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, həqiqətən də sədəqə Rəbbin qəzəbini söndürər və pis ölümün qarşısını alar. Bu hədisin zahirən bu cür yəni mənasını başa düşməyimizdə hamımız müştərək, hamı başa düşür ki, yəni sədəqə verən insan Rəbbi ona qəzəblənməz. Rəbbi sədəqə Allahın rızasını qazandırır və Allah da birisindən razı qalarsa, təbii ki, ona qəzəblənməz. Və tədfə'u meytətəs-su, sədəqə pis ölümün qarşısını da alar. Hədisdəki ifadələri başa düşdük. Lakin bu hədisin altında çox faydalı mənalar durur, çox hikmətli mənalar durur. Onların hamısını bilməyimiz gərəkir. Deməli, Peyğəmbər sallallahu əleyhi və səlləm deyəndə ki, İnnə sadaqətə tudfi qadəbər Rabbi, sədəqə Rəbbin qəzəbinin qarşısını alır. Bunun səbəbi var. Necə olur ki, sədəqə Rəbbin qəzəbinin qarşısını alır? Baxın, Allah subhanahu wa ta'ala'nın ən çox sevdiyi insan, ən çox dəyər verdiyi insan kimdir? O insan ki, uca Allahın sifətləri ilə sifətlənməyə çalışır. Bu nə deməkdir? Yəni Allah subhanahu wa ta'ala səbirlidir, səbirləri sevir. Həlimdir, həlimləri sevir. Rəhimlidir, rəhimləri sevir. Allah subhanahu wa ta'ala raufdur, qayğıkeşdir, qayğıkeşləri sevir. Allah subhanahu wa ta'ala elmlidir, elmləri sevir. Allah subhanahu wa ta'ala qavi, güclüdür, güclü olanları da sevir. Əl-mühim, o insan ki, uca Allahın sifətləri ilə sifətlənir, Allah subhanahu wa ta'ala o qulunu sevir. Uca Allahın adlarından da biri nədir? Ər-Rauf. Allah subhanahu wa ta'ala'nın Rauf adı var. Mənası nədir? Yəni qayğıkeş, mülayim. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah subhanahu wa ta'ala bir ananın öz övladına qarşı mülayimliyindən, qayğıkeşliyindən daha artıq qayğıkeşdir, daha artıq mülayimdir öz quluna qarşı. Bu, Allah subhanahu wa ta'ala'nın hansı isminin tələb etdiyi bir şeydir? Rauf. Rauf isminin. Yəni, Azərbaycanla tərcümə etsək, qayğıkeş, mülayim, qulunun qayğısına qalan. Bu sifət məxluqatda da var. Təbii ki, məxluqatdakı bu sifət naqisdir, məxluqdur. Qul onu sonradan əldə edib, Allahdakı isə həm əbədidir, həm əzəlidir. Bu sifətlə hətta Allah subhanahu wa ta'ala Peyğəmbər sallallahu aleyhi ve sellemində belə vəsf edib. Allah subhanahu wa ta'ala Tövbə surəsi 128-ci səhv eləmirəmsə ayədə buyurur ki, Qad ca'akum rasulun min anfusikum azizun alayhi ma anittum harisun alaykum bil mu'minina raufur rahim. Allah azze və cəllə deyir ki, artıq sizə sizin özünüzdən bir peyğəmbər gəldi. Sizin əziyyətə düşməyiniz ona olduqca ağır gəlir. Peyğəmbər sallallahu aleyhi ve sellemin özəlliklərindən biri nə idi? Ümmətinə qarşı olduqca qayğıkeş idi.
Deyir ki Allah Subhanahu taala, sizin əziyyətə düşməyiniz onun üçün olduqca çətindir, ona olduqca ağır gəlir. Hərisun aleykum, imana gəlməyinizi çox istəyir. Bil mu'minina raufun rahim. Möminlərə qarşı raufdur və rahimdir. Yəni möminlərə qarşı qayğıkeşdir və nədir? Rəhimlidir. Bu sifətdə hətta Allah Subhanahu va Taala Peyğəmbər sallallahu əleyhi və səlləm də vəsf edib. Ona görə də Allah Subhanahu va Taala özünün sifətləri ilə qul da vəsflənəndə o qul Allah yanında daha çox sevimli qul sayılır. Sədaqə verən insanda da qayğıkeşlik xüsusiyyəti olduğuna görə, fəqir insanın halına acıdığına görə, ona qarşı şəfqət göstərdiyinə görə də Allah Subhanahu va Taala həmin quldan razı qalır və beləliklə də bu xüsusiyyət Rəbbin qəzəbinin qarşısını alır o qula qarşı. Yəni burada Allah Subhanahu va Taala'nın sifəti ilə sifətlənmək var. Qula qarşı qayğıkeş davranmaq, qula qarşı rəhimli, mərhəmətli davranmaq və ondan da başqa hansı xüsusiyyət var burada? Sədaqə verən insan sədaqəni verəndə fəqirdən əvəzini gözləyir. Xeyr, əvəzini gözləmir. Verdiyi malı, mülkü istər çox olsun, istər az olsun, əvəzsiz verir. Allah Subhanahu va Taala da əvəzsiz verəndir. Uca Allah da əvəzsiz verəndir. Quluna bir şey verdikdə nədir? Onu əvəzsiz verir. Burada bu gözəl hikmət olduğu üçün sədaqə bu cür xüsusiyyətli bir şey olduğu üçün nədir? Rəbbin qəzəbinin qarşısını alır. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "İnnes-sadaqata tudfi'u ghadabər Rabbi." Sədaqə Rəbbin qəzəbinin qarşısını alır. Hədisin ikinci hissəsi: "Və tədfa'u mitətəs-su'i." Və nə edir? Pis ölümün qarşısını alır. Mitətəs-su. Buradan bir neçə şeylər nəzərdə tutulur. Nəzərdə tutulan şeylərdən biri odur ki, sədaqə pis ölümün qarşısını alır. Yəni nəyin? Su'il xatimə. Yəni insanın bu dünyadan su'il xatimə ilə köçməsi, yəni ölərkən pis sonucla ölməsi, yəni insanın asilik üzərində ölməsi. Yəni mümkündür biriləri ölərkən zina üzərində ölsün, içki içərək ölsün, narkotik qəbul etdiyi halda ölsün, riba yediyi halda ölsün, istənilən asiliyin üzərində ölsün. Bunlar hamısı nədir? Su'il xatimədir. Yəni insan pis sonuclanması, dünyadan köçərkən son nəfəsini asilik üzərində etməsi. Buna deyirlər su'il xatimə. Sədaqə səbəbilə sədaqə bu halın qarşısını alır. Verilən sədaqə Allahın izni ilə bunun qarşısını alır. Pis ölümdən də qəsd olunan bir də nədir? Şiddətli ölüm. Verilən sədaqə həmçinin şiddətli ölümün qarşısını alır. Şiddətli ölümdən bir neçə şeylər nəzərdə tutulur. Yəni bir insan düşməninə əsir düşüb, düşməni tərəfindən amansızcasına öldürülə bilər. Vəhşi, yırtıcı bir heyvanın şikarına, ovuna çevrilə bilər. Bataraq ölə bilər, yanaraq ölə bilər, hündür bir yerdən yıxılaraq ölə bilər. Uçqunun altında qalıb, məsələn, zəlzələnin altında qalıb, zəlzələ səbəbilə uçqunun altında qalıb ölə bilər. Bunlar hamısı şiddətli ölümdən sayılır. Təsəvvür edin insanın yanıb ölməsi, hündür yerdən yıxılıb ölməsi, batıb ölməsi, boğulub ölməsi, düşmənin əlinə düşür, düşməni amansızcasına işgəncə verərək, uzun müddət işgəncə verərək onu öldürür. Bunlar hamısı şiddətli ölümlər sayılır və sədaqə səbəbilə sən bunların hamısından qaranti olursan. Hətta fikir verin, Rasulullah sallallahu aleyhi ve sellemdən varid olmuş və Peyğəmbər sallallahu aleyhi ve sellemin tez-tez etdiyi dualarından da biri nədir? Allahım uçqun altında qalmaqdan, hündür yerdən yıxılmaqdan, boğulmaqdan və yanaraq ölməkdən sənə sığınıram. Niyə Peyğəmbər sallallahu aleyhi ve sellem bu kimi şeyləri qeyd edir? Çünki bunlar şiddətli ölümdür. Təsəvvür edin, biri yanır ölür, batır ölür, əziyyətli ölümlərdir. Və bu ölümdən qabaq insan çox şiddətli, dəhşətli hallar keçirir. Çünki bu ölümlərlə yanaşı çox şiddətli qorxu var. Sonra İbn Qayyim rahimehullah Teala buyurur ki, həmçinin bil ki, sədaqə Rəbbin qəzəbini söndürdüyü kimi xəta və günahları da yuyur, onlara qarşı olan istəyi də söndürür. Su odu söndürdüyü kimi, yəni sədaqənin insana
insanın mənəviyyatına da bir təsiri var. Həqiqətən də elədir. Hətta hədislərin birində vardı olub ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sədaqə vermə ilə xəstələrinizə şəfa verin. Sədaqənin verdiyi faydalarından biri budur. İnsan sədaqə vasitəsilə ya özü xəstəlikdən şəfa tapır, ya da xəstələrinə xəstəlikdən şəfa tapmağa səbəb olur. Yəni o sədaqə həqiqətən də onun insanın həyatına çox əcaib, qəribə bir təsiri var. Ona görə də İbn Qayyim deyir ki, sədaqə nə verilən sədaqə həm günahlara kəffarədir, həm də insanda haramlara qarşı, haram şəhvətlərə qarşı olan istəyi də, o şəhvəti də neynir? Öldürür. Bu da onu göstərir ki, sədaqənin hətta insanın mənəviyyatına da belə təsiri var. Sonra İbn Qayyim rahimehullah İmam Tirmizinin Muaz ibn Cəbəl radiyallahu anhudan rivayət etdiyi hədisi gətirir. Muaz ibn Cəbəl radiyallahu anhu deyir ki, mən günlərin bir günü Peyğəmbər sallallahu aleyhi və səlləm ilə bir yerdə idim, səfərdə idik və Peyğəmbər sallallahu aleyhi və səlləm mənə dedi, ey Muaz, səni xeyrin qapılarına yönəldimmi? Xeyir olan qapılara səni yönəldirmi? Xeyrin yoluna səni yönəldimmi? Dedim, bəli, ey Allahın elçisi, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, Əs-savmu cünnə, oruc bir qalxandır. Yəni, səndə şərrə qarşı bir sipər yaradır. Oruc səndə şərrə qarşı bir sipər yaradır. Yəni, oruc səbəbi ilə sən haram olan şəhvətlərə yaxın getmirsən. O şəhvətlər ki, sən onu etdikdə həm dünyada və həm axirətdə bədbəxtçiliyin səbəbi olur, həm də ki, aləmlərin Rəbbi olan Allah subhanahu və teala'nın nəzdində gözündən düşmüş olursan. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Əs-savmu cünnə", oruc nədir? Bir qalxandır. "Əs-sadaqatu tudfi'ul xati'ətə kəmə yudfi'ul ma'un nara", sədaqə isə su odu söndürdüyü kimi xətanı neynir? Yuyur, aparır. Xətanı yuyur, aparır. Və salatur raculu fi cawfil leyli. Həmçinin xeyrin qapılarından biri nədir? İnsanlar yatmış olduğu halda, insanlar yuxuda olduğu halda kişinin gecənin ortasında durub gecə namazı qılması. Bunu deyəndən sonra da Rasulullah sallallahu əleyhi və səlləm bu kəlamın ardından elə bu ayəni oxuyur. Səcdə surəsi 16-cı ayədə Allah subhanahu və teala buyurur ki, "Tətəcəfə cunubuhum anil madaci'i yed'un rabbahum xawfan və tama'an və mimma razaqnahum yunfiqun." Onlar gecə namazını qılmaq üçün yanlarını yataqdan qaldırar, qorxu və ümid içində öz Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyərlər. Sonra İbn Qayyim rahimehullah buyurur ki, həqiqətən də Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisdə çox gözəl bir misal çəkdi. Sədaqə verən kəsi düşməni onun boynunu vurmaq istədiyi halda malını verib düşmənindən canını qurtaran insana bənzətdi. Həqiqətən də günahlar insanın düşmənidir və onun həlak olmasına səbəbdir. İnsan sədaqə vermək ilə özünü o günahların əsirliyindən, o günahların əzabından qurtarır. Hansı ki, məhz elə o günahlar səbəbi ilə insanda dünya və axirət bədbəxtçilik hasil olur və aləmlərin Rəbbi olan Allahın gözündən düşür. Və İbn Qayyim rahimehullah növbəti bir hədis gətirir. Hədisdə keçir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, hədisi Buxari rivayət edib, həmçinin Müslim rivayət edib, Əbu Səid Əl-Xudridən sahabədir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qadınlara xutbə verdi və dedi ki, "Ya mə'şərən nisə, təsaddaqna vələv min huluyyikunna, fə inni rəaytukunna əktərə əhlin-nər." Ey qadınlar toplumu, ey qadınlar, öz zinət əşyalarınızdan olsa belə sədaqə verin. Həqiqətən mən gördüm ki, cəhənnəm əhlinin əksəriyyəti sizlərdən təşkil olunub, sizlərdəndir. İbn Qayyim deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin ifadələri üzərində düşün. Rasulullah sallallahu əleyhi və səlləm bu ifadələri ilə onları cəhənnəm odundan
qorunmağa, oddan qurtulmağa təşviq etdi. Nə ilə təşviq etdi? Demədi ki, onlara ey qadınlar, çoxlu namaz qılın, çoxlu oruç tutun, çoxlu ümrə edin, çoxlu həcc edin. Onlara nə buyurdu? Çoxlu sədəqə verin. Çoxlu sədəqə verin və bununla da Rasulullah sallallahu əleyhi və səlləm açıq-aydın şəkildə ifadə etmiş oldu ki, sədəqə sizi cəhənnəm odundan qoruyur. Digər bir hədisi gətirir İbn Qayyim rahimehullahu təala. O hədis də Buxari və Müslimdədir. Hədisi sahabə Adi ibn Hatim radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmdən rivayət eləyir. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki: "Mə minkum min əhədin illə seyukellimuhu rabbuhu leysə beynehu və beynehu tərcüman." Sizlərdən elə bir adam yoxdur ki, qiyamət günü Rəbbi ilə vasitəsiz birbaşa danışmasın. Hər bir mömin qiyamət günü Allah Subhanahu va Taala danışacaq və onunla Allah arasında heç bir vasitə olmayacaq. Yəni Allah Subhanahu va Taala'nın kəlamını, sözünü qula gətirmək üçün bir adama ehtiyac olmayacaq. Allah birbaşa həmin o qulla danışacaq. Və deyir, qul öz sağına baxacaq, sağında gördüyü, dünyada etdiyi salih işləri görəcək, soluna baxacaq, solunda dünyada etdiyi pis işləri görəcək. Önünə baxdıqda isə oddan başqa bir şey görməyəcək. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, məsələ buna görə də bir xurmanın yarısı qədər də belə olsa, başqa heç bir şeyin yoxdur. Əlində bir xurmanın yarısı qədər sədəqə olaraq verilə biləcək, ancaq budur. Başqa bir şey yoxdur. O belə olsa, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, onu ver, amma təki ver və canını cəhənnəm odundan qurtar. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm Əbu Zər radiyallahu anhunun daha doğrusu İbn Qayyim rahimehullah Əbu Zər radiyallahu anhunun Peyğəmbər sallallahu əleyhi və səlləmdən rivayet etdiyi qəribə əcaib bir hədisi qeyd eləyir. Əbu Zər radiyallahu anh deyir ki, bir gün Rasulullah sallallahu əleyhi və səlləmlə ilə birlikdə idim və ona sual verdim ki, dedim ki, ey Allahın Rəsulu, o insanı oddan qoruyan şeyləri mənə say. Nə kimi şeylər var ki, o insanı oddan qoruyur? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, əl-imanu billah. İnsanı oddan qoruya biləcək ən mühüm iş, ən birinci iş nədir? Allaha iman etməkdir. Peyğəmbər Əbu Zər radiyallahu anh deyir ki, başqa bir şey varmı? Məsələn, elə bir əməl də varmı ki, o əməl insan etsin, o insanı cəhənnəm odundan qorusun? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bəli, Allahın ruzu olaraq sənə verdiyindən kimlərəsə sən də sədəqə verməyin. Əbu Zər deyir ki, ey Allahın elçisi, birdən həmin insan fəqir olarsa, həmin insan fəqirdir, kasıbdır, verməyə bir şey yoxdur. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, o zaman insanlara yaxşılığı əmr etsin və onları pislikdən çəkindirsin. Əbu Zər deyir ki, yaxşı, ey Allahın elçisi. Birdən həmin insan ümumiyyətlə yaxşılığı əmr edib pislikdən çəkindirə də bilmir, bacarmır bunu eləməyə, müəyyən səbəblərə görə. Rasulullah deyir ki, o zaman bacarıqsız bir insana nəyisə öyrətsin. Fərsiz bir insana, fərsiz kimə deyirlər? Yəni o adam ki, bacarıqsızdır. Nə mənada bacarıqsız? Yəni əqlində yüngül nöqsan olduğuna görə bacarıqsızdır. Əxraq deyirlər ona ərəb dilində. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Fəlyu'nil əxraqa." Əxraqa yardım etsin. Yəni bacarıqsız insana, fərsiz insana yardım etsin. Əbu Zər deyir ki, ey Allahın elçisi, birdən ümumiyyətlə o kiməsə nəyisə öyrətməyi də bacarmır. Bacarmır kiməsə nəyisə öyrətsin. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, o zaman məzluma kömək eləsin, yardım eləsin. Zülmə məruz qalmış insana yardım eləsin. Əbu Zər deyir ki, ey Allahın elçisi, birdən o heç məzluma da kömək eləmir. Bu insan haqqında danışdığımız bu kəs ki var, heç məzluma da belə fərz edək ki, kömək eləyə bilmir. Bu zaman Peyğəmbər sallallahu əleyhi və səlləm Əbu Zərə bir növ qınaq şəklində deyir ki, ey Əbu Zər, sən deyir dostun üçün heç bir xeyir buraxmadın ki. Yəni elə mən nə deyirəmsə desən ki, birdən bunu da bacarmazsan, birdən onu da bacarmazsan, birdən bunu da bacarmazsan, deyirsən nə etməlisən? Dostun üçün deyir heç bir xeyir buraxmaq istəmirsən. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, yəni var, elə bir əməl var ki, onu da eləyə bilər. O da nədir? İnsanlara əziyyət verməsin. Öz əziyyətini sıxıb saxlasın. İnsanlara əziyyət toxundurmasın. Əbu Zər deyir ki, ey Allahın elçisi, bu xislətlərdən hansındansa birini insan etsə, cənnətə girərmi? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, yuxarıda saydığım
bu xislətlərdən hansındansa birini insan etsə, həmin xislət qiyamət günü gələcək, qulun əlindən tutacaq və onu cənnətə daxil edəcək. Sonra İbn Qeym rahimehullah yenə bir hədis qeyd edir. O da hədis Buxari və Müslimdədir. Hədisi Peyğəmbər sallallahu alayhi və səlləmdən Əbu Hüreyrə radiyallahu anh rivayət eləyir. Peyğəmbər sallallahu alayhi və səlləm bu hədisdə paxıl insan ilə əli açıq, cömərd, səxavətli insanın misalından danışır. Deyir ki, Rasulullah sallallahu alayhi və səlləm həqiqətən də Əbu Hüreyrə deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bizə belə bir misal çəkdi. Çəkdiyi misal nə idi? Paxıl insanla əli açıq insanın misalını çəkdi və dedi ki, paxıl insanla cömərd insanın, əli açıq insanın misalı iki kişinin misalına oxşayır. Hər ikisinin də üzərində bir cübbə var. Cübbə bilirsiniz də, geyimdir. Adətən zahid insanların geyindiyi üst geyimdir. Paxıl insanla sədəqə verən insan, cömərd insan, əl açıq insanın misli iki kişinin misalına oxşayır. O kişilər ki, hər ikisinin də üzərində bir cübbə var. Lakin bu cübbə olduqca dardır və qısadır. Sinəsi ilə çiyin səviyyəsindədir bu cübbə. Dar və bu ölçüsü də həm dardır, həm də ölçüsü bu qədərdir. Deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm sədəqə verən insan, əli açıq o insan, o cömərd insan, qorxmayaraq malından, mülkündən xərcləyən insan nə qədər ki əlini açır, o sədəqəni verir, bir o qədər də onun üzərindəki o dar, qısa cübbə genişlənər, uzanar və bütün onun bədənini bürüyər. O əlini açıb sədəqə verdikcə paltarı da genişlənər, hansı ki dar idi və qısa idi və uzanar, bütün bədənini örtər. Paxıla gəldikdə isə sədəqə məqamı düşdüyündə sədəqə verməz, əksinə əlini daha da sıxar, paxıllığından sədəqə verməz, əynindəki o dar paltar, o cübbə bir az da sıxılar. Heç böyüməz, daha da balacalaşar onun əynində, o paltar onu sıxar. Bu hədislə Peyğəmbər sallallahu əleyhi və səlləm nə demək istəyir? Rasulullah sallallahu əleyhi və səlləm bizə hansı mesajı çatdırdı bu hədisdə? Bizə nə demək istəyir? Bu təşbihlə, bu oxşatma ilə Allah Rasulu sallallahu əleyhi və səlləm bizə hansı xəbəri verdi? İbn Qeym deyir ki, İbn Qeym izah edəcəksə, İbn Qeym deyir ki, paxıl sədəqə kimi, paxıl insan sədəqə kimi gözəl və xeyirli əməldən məhrum olduğu üçün əməlinin növü ilə cəzalanır. Paxıl neynədir? Sədəqə məqamı düşdü? Düşdü. Sədəqə istədilər, vermədi. Niyə vermədi? Paxıllıq elədi. Əlini asmaqdan daha da əlini sıxdı. O belə bir misal var, dedilər ki, filan kəs əli yaman möhkəmdir. Niyə? Əli yaman möhkəmdir. Nəyə misal çəkirlər buna? Yəni sədəqə verən adam deyil də bu. Bu pul xərcləmir. Əli möhkəmdir, elə sıxıb saxlayır. İbn Qeym də deyir ki, paxıl adam sədəqə kimi gözəl və xeyirli əməldən məhrum olduğu üçün əməlinin növü ilə cəzalanır. Əməli nə idi onun? Sədəqə məqamı düşdü, vermədi sədəqə. Əlini açmaqdan daha da sıxdı, pulunu saxladı əlinin içərisində. Malının, dövlətini əlinin içərisində saxladı. Elədiyi əməl bu idi. Əməlinin növü ilə cəzalanır. Nədir o əməlinin növü cəzalandı? Köksünün daralması, qəlbi sıxıldı. O əlini sıxdığına görə, paxıllıq səbəbi ilə, onun qəlbi sıxıldı, köksü daraldı. Yəni biz əksinə əmr olmuşuq ki, elə əməllər edək ki, köksümüz inşirah sadır deyirlər ona. Köksümüz asılsın. Yəni bu işdən biz əmr olmuşuq. Əlini sıxıb saxladığına görə, paxıllıq etdiyinə görə köksü daraldı. Köksünün genişlənməsindən məhrum oldu. Təkcə bu yox. Cılız şəxsiyyətli, az sevincli və sıxıntısı, hüzünü də çox olur bu cür insanın. Demək olar ki, heç bir ehtiyacı ödənilməz və istəyinə çata bilməz bir şəxsiyyətə çevrilir. Paxıllıq edib sədəqə vermədiyinə görə. Sonra İbn Qeym rahimehullah buyurur ki, bax, paxıl insan da bu cürdür. Eynən paxıl insan da bu cürdür. Üzərində dar geyimi olan insan kimidir. Hər dəfəsində paxıllıq edib sədəqə vermədikcə üzərində o dar libas biraz da daralır. Biraz da daralır.
onun köksünü sıxar. Beləliklə də həmən insan, onun qəlbi zindandakı kimi özünü hiss edər. Səxavətli insana gəldikdə isə sədəqə verdikcə, yəni əlini açar, qorxmaz, cömertlik edər, əlini açar, sədəqəsini verər, əlini açdıqca da, əlini genişlətdikcə də onun köksü nə olar? Genişlənər. Və İbn Qeym rahimehullah deyir ki, əgər sədəqənin yalnız bu faydası olsaydı belə, fərz edək ki, heç bir başqa faydası yoxdur sədəqənin, İbn Qeym deyir. Var, yox, bir dənə bu faydası var. Əgər sədəqənin yalnız bu faydası olsaydı belə, bu bəndənin onu bol-bol verməyə və ona tələsərək can atmağa tam layiq bir səbəb olardı. Və burada İbn Qeym rahimehullah sədəqədən çox uzun-uzadı danışır, çox maraqlı söhbətlər eləyir. Səxavətli insanın sifətləri, səxavətlilik ümumiyyətlə nədir? Paxıllıq və onun məzəmmətlənmiş bir xüsusiyyət olması haqqında danışır. Bu da qalsın növbəti dərsimizə. Doğrusunu Allah bilir. Elhamdülillahi Rabbil alemin.